Azərbaycan Uşusanda üzrə yığma komandası dünya çempionatından qayıdıb. Komandamız 5 qızıl və 4 gümüş medal qazanıb. Azərbaycanın Uşusanda yığması dünya çempionatında uğurlu çıxış etdi. Komandamız 5 qızıl və 4 gümüş medal qazandı. Mən də 4 döyüş seçdim. Şükür Allaha ki, əlhəmdülillah qalib oldum. Final döyüşüm ağır döyüş oldu. Qazaxıstan idmançısı ilə güclü rəqib idi. Ona baxmayaraq şükür Allaha ki, qalib oldum və çempion oldum, vətənə birinciliyinə döndüm. Milli heyətində Babək Hüseynovla yanaşı Ramil Allahverdiyev, Əllər Orucov, Ramiz Yağnəliyev, Rövşən Həşimov və Babək Əliyev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Biraz İtalyan idmançılarla şöyle bizim idmançılar sıxsalar da hakimlər, yəni hakimlərin də əksəriyyəti İtalyanlı idi. Yəni yenə biz sözümüzü dedik. Yəni. Azərbaycan 67 ölkənisində Azərbaycan birinci yerə çıxdı. Bu da komandanın, yəni tək komandamızın yox, Azərbaycan xalqının başlıcalığıdır. Hər dəfə 2 ildir Azərbaycana 1 qızıl, 2 qızıl gəlib bu yarışdan. Və bu dəfə bütün dünya çempionları, dünya finalistləri yığışdıq, bu yarışa getdik. Tam komanda heyəti ilə və 5 qızıl, 5 gümüşlə vətənə döndük. Bu da bizim üçün sevindirici hal oldu. Bütün dünya çempionatlarına baxaraq böyükləri sübut elədi ki, bizim komanda doğrudan da üzərində işləyir və mən ona görə sevinirəm ki, bütün komandaya görə ki, biz doğrudan da komanda şəklində birinci yerə çıxdıq. Nəticələr federasiya rəhbərliyini də razı salıb. Əsas sevindirici məqam isə komanda hesabında da Azərbaycanın birinci olması və titulunu qorumasıdır. Çempiona qarşı bildiyi kimi öz bütün var gücünü qoyurlar. Bu dəfə də yenə komanda yığma komandanın təlimində iştirak edən fərdi iştirak edən idmançılarımıza qarşı hər bir döyüşdə çətin keçirdi. Hər bir döyüş çox çətinliklə keçirdi.